Tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Çevrənin tənliyini yadımıza salaq. X çıxılsın A-nın mötərizə kvadratı. Üstəgəl Y çıxılsın B-nin mötərizə kvadratı bərabərdir R kvadratı şəklindədir. Deməli, 2-nin kvadratının tam kvadratını biz buradan ayırmalıyıq. Tam kvadratı ayırdıqda x kvadratı çıxılsın 6x-in tərkibində 2 vurulsun 3 vur x olduğu üçün x-in kvadratı var. Deməli, 3-ün kvadratını da biz bura əlavə edirik. Özümüz əlavə etdiyimiz üçün özümüz də çıxmalıyıq onu oradan. Üstə gəlinsin. Y-in kvadratı üstəgəl 8y, 8y 2 vur 4 vur y kimi yaza bilərik. Y-in kvadratı var. Deməli, 4-ün kvadratını da əlavə edirik və əlavə etdiyimiz üçün özümüz çıxırıq bərabərdir 0. Bu hissə və bu hissə müxtəsər vurma düsturlarının köməkliyi ilə 2-nin kvadratını ayıraq buradan. X çıxılsın 3-ün mötərizə kvadratı, üstə gəlinsin y üstəgəl 4-ün mötərizə kvadratı bərabərdir. Mənfi 9-un kvadratı, mənfi 3-ün kvadratı mənfi 9, mənfi və 4-ün kvadratı 16 edir. Qarşısında mənfi var. Mənfi 16, 9 ilə 16-nı toplasaq 25. Deməli, 25 mənfi 25 edir. Keçirdirik sağ tərəfə müsbət 25. 25 də 5-in kvadratıdır. Deməli, radius bərabərdir 5-ə.